6 avqust 2026-cı il bir yeni xəbərlə qarşınızdayıq. Belə ki, Musavat.com xəbər verir ki, özünü Yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və David Silvertsov adıyla tanınan şəxs Azərbaycanı tərk edib. Redaksiyaya daxil olan məlumata görə Musavat.com-da dərc olunan ifşa edici materialdan dərhal sonra həmin şəxs əvvəlcə Gürcüstana yollanıb. Bəzi məlumatlarda onun daha sonra İsrailə getdiyi iddia olunsa da, digər məlumatlara əsasən hazırda hələ də Gürcüstan ərazisindədir. Bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Musavat.com xatırladır ki, David Silvertsov özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, Yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyətçi kimi təqdim edib, Azərbaycan-İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib, ictimai-siyasi dairələrdə geniş əlaqələr formalaşdırmağa çalışıb. Hüquq müdafiəçilərinin iddiasına görə Azərbaycanda bu adda rəsmi qeydiyyatda olan şəxs yoxdur və David Silvertsov adı ilə çıxış edən həmin şəxs əslində Kazım Elşanoğlu Abbasovdur. Hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadənin Musavat.com-a təqdim etdikləri məlumatlarda bildirir ki, Kazım Abbasov müxtəlif dövrlərdə bir neçə dəfə məhkum olunub. Təqdim olunan məlumatlara əsasən o 2011-ci ildə dələduzluq ittihamı ilə saxlanılıb və azadlıqdan məhrum edilib. Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayət işində də məhkum olunub. 2014-cü ildə isə küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə yenidən saxlanılıb və 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçilərinin məlumatına görə o 2022-ci ildə azadlığa çıxdıqdan sonra Kazım Abbasov yeni kimlik formalaşdıraraq David Silvertsov adı ilə fəaliyyət göstərməyə başlayıb və müxtəlif şəxslərə problemlərin həllinə kömək edəcəyinə dair söz verib və nüfuzlu çevrələrlə əlaqələrinin olduğunu vurğulayıb və bu yolla etimad qazanmağa çalışıb. Hüquq müdafiəçiləri bununla bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayıblar.